Başlamışam yemək hazırlıqlarıma. Deməli, kələmi pörtdətdim. Bir də içimi də düzəltmişəm. Dolma bükəcəm, kələm dolması. Yavaş-yavaş işlərimi görürəm. Dərmanlarımı ata-ata. Hələ birini də bura yanıma qoymuşam ki, yadıma düşsün atım. Belə yavaş-yavaş bükək dolmamızı. Aynen, televizorun kodunu al. Çoxdan da belə iş görmürdük. Biraz da belə iş görək. İstədim. Deməli, bunların biraz başlarını kəsim. Qovrulur soğan. Yanara. Tez-tez bax. 2 qaşıq da tomat əlavə eləyərsən. Bir də tarika ver, tarikanın üstündə büküm. Əlimdə də bükə bilərəm əslində. Əlimdə bükərəm, vermə. Daha verdim. Hayır da ver. Yaxşıdır. Balaca da ama iyiydi. Taxtanı ara qoymuşam, taxtını. Tomat 2 qaşıq at. Bismillah yola. Niye qazana yığmıram? Çünkü qazana layla yığacağım. Üzerine soğan qovururam. Layla soğan tomat tökəcəm. Dəniz qovurur həyətdə. Yanmır Dəniz. Tomat tökdün? Tomat. Ha. Bunu koy bölüm ortası çok koyuldu. Çıkardım ortası. Ətim dana əti deyil kızlar. Ətim toyuq ətidir. Döş əti almışdım. Onu çəkmişəm maşında. Ondan eləyirəm. Dəniz. Nə olub? Oy, üzülme sayın. Dərmanlarımı içirəm. Keçən vlogda soruşmuşdunuz. Hə, içirəm ürəyim üçün. Ürəyimin döyüntüsü indi çox şükür normallaşıb, yaxşıdır. Yəni tez-tez döyünmür. Belə amma baş ağrım var. İndi də hal-hazırda başım çox ağrıyır, bilmirəm. Dərmanların xeyir olmalıydı əslində. Bir də yuxum düzəlib, necə düzəlib? Sakitləşdirici atıram axşam. Yəni o yatmağıma da xeyir eləyir. Beynim dincəlir. Yoxsa belə o qədər də yaxşı yatmırdım da, fasil ayılırdım. Bəzən çox tez oyanırdım, bəzən heç çox gec yatırdım. Yata bilmirdim. Amma indi xeyir olub. Belə biraz büküm, belə hamısını biraz büküm, yenə videonu saxlayayım istəyirsiniz. Hamısı kələm olmasın videonun başdan ayağa. Yenə açarım. Deməli Dəniz burada soğanı belə qovurub, qəşəng videoda tünd düşür. Amma yaxşı, yəni qovurub yağla. Mən də dolmalarımı bükdüm. İndi qazanıma yerləşdirəcəm. Aydın da altına yığır belə.
Bəsdir ürəyim. Bir sıra yığaq, təzədən soğanımızdan tökək. Yenə belə. Altına kələm qoyuram. Mən başqa falan qoyan deyiləm altına. Heç bir şey də olmur. Yəni həmişə də belə hazırlayıram. Belə indi bir sıra soğanımızdan tökək. Belə təkrarən davam edirik, yenə kələmlərimizi yığırıq. Daha sonra yenə soğanımızdan əlavə edəcəyik. Belə olanda daha dadlı olur. Biraz da üzerine çörək da koyacağım. Her tarafına olsun. Tekrardan kələmlərimizi yığırıq. Belə. Belə. İndi qalan hamısını tökəcəm. Böyle boş kapta koyacağım üzerine yağ, biraz da su əlavə eləyəcəm. Biraz su da əlavə elədim. Duz, bir də noxud üzərinə. Noxud da çox sevirəm mən kələm dolmasında. Noxud, şabalıd bilirsiniz də qoyulur. Altına da qoya bilərdim əslində. Amma yox, pişmiş noxuddur, buzlamadaydı, üzərinə tökdüm. İndi bir dənə şey qoyum, boş qap, bir də qapaq getsin pişməyə. Biz də görək nə edirik, başqa işlərimizi görək. Sizə yeni aldığım çiziş qablarımı göstərim. Paketdən çıxardırdım. Yadıma düşdü ki, qoy videoya alım. Sizlər də görün. Deməli, yeni çizişlərim, çekləri falan çəkdim oyuna. Bu dəfə bu ağ qablar çox xoşuma gəldi. Belə o içinə, arasına qoyublar ki, düşməsin. Bunu belə çıxardım. Dəniz, bunu kulakun tut. Belə tələsməsən. Mən danışırlar, kəsirəm təzədən yoldaşım mənə acıqlandırmaqdan danışır. Belə baxın. Boş qaplar, salat boş qapları, hər şey qoymaq olar. Lübran porseləndir, Türkiyənindir. Belə hərəsinə müxtəlif formalarda, müxtəlif saylarda almışam. Deməli, bundan, bu formadan bir. Qəşəng paketləyiblər amma. 2, bu ikinci. Eynidir, eyni firmanındır. Bu belə. Daha sonra 3 dənə elə bilirdim, 4'ünü almışam. Orada səhv görmüşəm, 4'ünü almışam. Bu da sonuncu 4 dənə bu formada. Bunun qıraqları belə bəzəkli kimidir. Bu 4 dənə, çiliklərim də burada. 4 dənə bu. Daha sonra onun belə
Daha sonra 4 dənə belə onun balaca. Hansı ki buna mimoza qoymaq olar. Nə bilim müxtəlif salatlar, turşular, kələm turşusu falan belə bir şeylər də qoymaq olar. Mimoza dilimi də belə qoymaq olar, qəşəng olar. 4 dənə bundan almışam. Yəni heç birinin altı almamışam, çünki altı almağa ehtiyac yoxdur. O çox olur, adam evdə olur qabla. Sonra istədiyi ala bilmirsən. Bundan 4 dənə. 2 da. Sınıqlarına inansız baxmamışam, indi baxıram. 3. Bu da 1. 4. Bu da eyni firmadır. Baxın. Daha sonra bu kvadratların belə uzunu göyərti qoymaq olar, nə bilim. Nə olsa da bir tərəfdən pomidor xiyar doğrayıb qoymaq olar, nə bilim. Hər şeyə istifadə olunan belə baxın. Bu da eyni firmanın. 3 ədəd də bundan almışam. Bu 2. Bu da 3. Bunları koyayım. 3 ədəd də bu. Ay, daha sonra bir də belə qayıq formasında olanlar var idi. 3 ədəd də bundan almışam. Buna da yəni hər şey adi aşqara belə yığmaq olar. Məsələn, kub pişirdiyimiz aşqaralar var. Məsələn, ondan da yığmaq olar. Hər şey yığmaq olar. 3 ədəd də belə bu qayıqdan almışam. Bunları da qoyum yerinə. Burada belə. Daha sonra gəldik burada. Bu da belə. Dəniz, bu paketi də çıxart. Biraz çətinlik çəkdik, amma çıxdı. Bu da belə enli böyük boş qab. 3 ədəd də bundan almışam. Bilməm, orada qəşəng düşür. Bu da eyni firmanındır. Bu da eyni firmanındır. 2. Biri də bu. 3 ədəd də bundan. Hər şey üçün qəşəngdir də, yəni yemək çəkmək də olar. Toyuq qızartması da yığmaq olar, bilinçik də yığmaq olar, hər şey, göyərti də qoymaq olar. Nə bilim, hamısı hər şey istifadə oluna bilər. Daha sonra sonuncu 2 dənə belə. Bunlardan məndə var idi fərqli formada olanı. Dedim, bu ağlarla, məsələn, süfrə açıb, ağ boş qapları qoyanda, salat falan eləyəndə, nə bilim, nələrsə qoyanda bunlar müxtəlif formada istifadə oluna bilər. İçərisində hər şey dəmləmək olar, yəni müxtəlif şeylərdə. Prosta mən bunu istifadə eləyəcəm. Nəyə fikirləşdim? Bu qablarla bir yerdə alanda. O ki, buludda aş çəkirik. Sonra yağ da əlavə belə qoyuruq da ortalığa ki, kim istəyirsə üzərinə yağ əlavə gəzdirsin. Ona görə aldım 2 dənə. Birinin stolun başına, birinin stolun bu başına qoymaq üçün belə qəşəngdir, baxın. Çox xoşum gəldi. Nə bilim, bu qablarla salat falan qoyanda, yəni də sırf elə almışam ki, məsələn, göyərti qoy, pendir qoy, nə bilim, staliçini qoy, onu qoy, bunu qoy. Məsələn, buna göyərti pomidor xiyar da qoya bilərəm, turşu da qoya bilərəm. Buna da eyni ilə hər şey qoya bilərəm. Eyni ilə buna da. Buna məsələn, pendir kalbasa da qoymaq olar. Sonra belə dilim salat da qoymaq olar. Bunun özünə belə staliçini, çuğundur salatı, hər şeydə, yəni qayıq formasına yığmaq olar. Onlarla yığanda ağ belə buludlarım da var. Bunları da servis eləyəcəm. Yəni yağda, yağ üçün qoyacağım. Ona belə fikirləşmişəm. Ona görə dəstləşdirib aldım. Belə başqa bunların başqa formalarda, məsələn, kasalar falan da olur. Lazım olsa yeni istəsəm, onlardan da ala bilərəm. Yeni qaplarım bunlar idi. Dedim, bunları da sizə çəkeyim. Bugünkü alışverişimdən. Daha sonra heç nə bunları yığışdırım yerinə. Sonra görək hansı işlərimizi görürük. Videoda bir yerlərdə görüşərik. Tez yemək bişirirəm. Deməli, soz bişirirəm. Toyuq sozlu. Belə soğanlarımla kartoflarımı qovururam.
Burada karadyoklar yığmışam, baxın. Son olar qalıb qaynanam göndərəndən. Boğaz büzən idi də, yəni bərk idi. Onu qoymuşam ki, dəysin. Dəyirlər ki, belə soğan qovrulsun. Sonra ət əlavə edeyim, tomat falan. Tez yeməyimi də pişirim. Ətləri də əlavə elədim. Duz üstü yox da əlavə elədim. Biraz da bunlar qovrulsun. Daha sonra suyunu əlavə edeyim. Pişsin. Oy, televizorun səsini o qədər veriblər. Bura gedəcəm. Belə. Suyunu da əlavə elədim və buzlamada noxud olar. Mən noxud atmaram. Pişmiş noxuddur. Onu əlavə elədim. İndi açılsın. Qəşəng dad verir. Şimdi bu da qaynasın. Ağzını örtək.